Hürmetli arkadaşlar, xahiş edib sakitliyə riayət edək. Əziz, hürmetli tədbir iştirakçıları, bu günləri Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhadətə yüksələn qəhrəman bir şəhidimizi Məmmədov Samir Aqil oğlunu Mövlüdü günü münasibəti ilə Azərbaycanın hər bir bölgəsindən, eləcə də Ağcabədi rayonunda şəhid anaları, şəhid ataları bu tədbirdə iştirak edir. İlk öncə bu tədbirdə iştirak edən şəhid analarına, şəhid atalarına, şəhid xanımlarına, şəhid balalarına, eləcə də tədbir iştirakçılarına hər birinə ayrı-ayrıqdan dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, var olun deyirəm. Aqil atanı tək qoymadınız, gəldiniz. Eləcə də şəhidimizin anasını tək qoymadınız, analar gəldiniz bu tədbirdə iştirak etmir. Çox xahiş edirəm. İlk öncə hamı bir nəfər kimi ayağa qalxdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad edin. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qadirlərimizə şəfa versin, veteran qardaşlarımızı qorusun və bu tədbirdə iştirak edən operator qardaşlarımızı da, müxbirlərimizə də hər birinə təşəkkür edirəm. Şəhidimiz haqqında qısa bir məlumatı sizlərin diqqətinizə çatdırım. Sonra şəhidimizin atasını, anasını dəvət edəcəm, onların ürək sözlərini eşləyəcəyim. Məmmədov Samir Aqilov 20 may 2000-ci ildə Naftalan şəhərində anadan olub. 2006-cı ildə Ağdam rayonu 129 saylı orta məktəbin 1-ci sinifinə daxil olub. 2009-cu ildə Geronboy rayonu Yuxarı Ağzakənd qəsəbəsinə köçüb, təhsilin Xocalı rayon 5 saylı məktəbdə təhsilini davam etdirir. 2017-ci il məktəbi bitirib, 2018-ci ildə en saylı hərbi hissədə xidmətə başlayır və ön cəbhədə topçu kimi xidmətini başa vurur. 2020-ci ildə xidmətini başa vurur, sonra mart-aprel ayında müddətdən artıq qulluqçu kimi xidmətə başlayır. 19-cu sentyabr 2020-ci ildə 2020-ci ildə Vətən müharibəsində iştirak edib, idarə etdiyi tank 2 dəfə vurulsa da, ağır travma alsa da döyüşdən qayıtmayıb, geri dönməyib və döyüşünü davam etdirib, sonra müharibə qütarına kimi iştirak edib. 2023-cü ildə antiterror əməliyyatlarında Ağdara uğrunda gedən döyüşlərə qatılıb və düşmənin bir neçə postunu məhv etmiş, 19 sentyabr 2023-cü ildə idarə etdiyi tank düşmən tərəfindən tank əleyhinə raketlə vurulmuş, tankı idarə edən 3 nəfər heyətlə şəhid olmuşdur. Ağcabədi rayon Şəndər xiyabanında dəfn olunur. Allah ruhunu şad eləsin, eləcə də bütün şəhidlərimizin ruhunu şad etsin, qadirlərimizə şəfa versin, veteran qardaşlarımıza can sağlığı və şəhid analarına, şəhid atalarına, bacılara, qardaşlara, doğmalara, əzizlərə, xanımlara, balalara Allah səbir versin. İcazənizlə mən qəhrəman şəhidimizin atasını, anasını dəvət edirəm. Buyursunlar, ilk öncə valideynlərin ürək sözlərini eşidək, sonra hər birinizə söz verəcəyik inşallah, hər birinizin ürək sözlərinizi dinləyəcəyik. Xahiş edirəm, qəhrəman şəhidimizin atası və anası. İnsan adam, çox xahiş edirəm. Bir vətəndaş kimi sizlərin qarşınızda baş əyirik. Buyurun, ürək sözünüzü. Hamıza xoş gəlin deyirəm. Bu günlər mən də elə bir şəhid atası olsa da yenə də gələn şəhid ataların, analarının, xanımlarının, balalarının hamısını qarşısında mən də baş əyirəm. Birinci gündə yəni məni tək qoymadılar.
Hamısının Allah candan sağsın. Allah bütün şəhidlərimizi rəhmət versin. Hamısını qorusun. Ben de bugün babamızın memnunluğuna gelen analara, atalara, şehir yoldaşlarına, her birine, severlere hoş geldiniz diyorum. Çok sağ olun. Bugünkü günde bize teşvik oldunuz. Bizim derdimize şehit oldunuz. Yarası eyni olanın ağrısı da okşanıyor. Her birinizin balasına gözüm var. Sabirin maması var. Her birinizin derdi eyni. Bizi birbirimizden başka hiç kez daha yaxşılaşa düşebilmez. Belki de neyse biz eləmirik, deyirlər mevludda. Ama bu mevludları biz qeyd etdik ki, evlatlarımızı unutmağa koymuruq. Bizi gələk başa düşsünlər. Biz istəmirik ki, bizim oğlanlarımız, o cür qəhrəmanlar unutulsun. Biz onları hər il, ildə 2 dəfə yad etməklə hər gün yad edirik şəhid ailələri. Elə bir gün yoxdur ki, bizim evimizdə oğlumuzun, yaxud başqa şəhidlərin, hamısı da olmasa, bir neçəsi yad olunmasın. Adı hər gün kəsilir. Amma ildə 2 dəfə biz özümüzə borc görürük ki, evlatlarımızın bir anım günü, bir də doğum günü qeyd edilir. Sizlərə bir daha təşəkkürümü bildirirəm ki, bugün məni amili tək qoymadınız, yanımızda oldunuz. Hər birinizin balası mənim öz balamdır. Hamımızın qarşısında mən də başlayırım. Çox sağ olun ki, uzaqdan yaxından gələnlər. Bugün burada Lənkərandan, Sabirabaddan, Bakıda, başqa bölgələr, Tovuzdan gələn analar var. Hamısı Ağcabədə analarla da burada bir daha tanış oldular, bir-birini daha yaxından tanıdılar. Hamısının da balası da bir-birine siper olduğu kimi analar da bugün öz balalarını yaşatmak için bir-birine siper oldular, bir-birine dayanmışlar. Bir daha hamınıza hoş geldiniz. Çok sağ olun. Teşekkür edirik ve işlə əlaqədar tədbirimizi tez tərk edəcək bir şəhid qardaşımız var ki, Məşədi Fuadı dəvət edirəm, sizə şəkli təqdim edəcək. Yəni, xahiş edirəm, şəkli təqdim etsin, o tədbiri tez tərk edəcək. Buyur, Məşədi. Çekiyorum da. Bugün Samir kardeşimizin cennetler mevzududur. Ömrüne gelmiştir. Büyük fərq qururuna görə ki, başınız sağ olsun. Cennetler mevzudu mübarək olsun. Büyük özləri qururuna fərqsiz özümüzə gəlmişik. Hər bir şeyə gedəcək, hər bir şeyə gedəcək olanda mən özüm üçün bir qurur fərq edirəm. Hər bir şeyə gəlməsi mənim üçün bir ana, atası bir atadır. Hər bir şeyə gəlməsi doğmaq ola qədərcə bir şeylər elədir. Hər bir evə gedəndə mən buradan həmən şəhidlərin İslam'da varlı olur kimi, bu şəhidlərin şəkil böyük aparıram. Hər bir şəhidində gücümü çatdığı qədər evimizə ilə şəkil var ki, istəyəsə özü, öz övladları şəkilin belə bilərlər, Polat Əliyev üstünü var bilərik. Bu gün də mən öz qardaşım bizim Polat Əliyevlə abi, Samir abi oğlu şəkil böyük sizə gəlmişəm. Cənətlər böyük mübarək olsun. Allah sizə sərbəst verir. Allah sizlərə dəyməsin. Mənim görürsən işimə görə bir tez gedəcəm. Allah sizlərə dəyməsin. Bu şəkildə sizə mən təqdim edirəm. Teşekkürümüzü bildirdik Məşədi. Çox sağ olun, var olun deyirik. Evet. Vətən uğrunda ölən varsa 30 il önce hem torpaqlarımızı bitirdik, hem torpaqlarımızı vətənimizin uğrunda millərlə şəhid verdik. Və 2016-cı ildə, 2020-ci ildə, 2023-cü ildə vətən oğulları ayağa qalxdılar. Qisası alınmayan şəhidlərimizin qisasını aldılar və 30 il həsrətində olduğumuz torpaqlarımızı işğaldan azad etdilər. Parçalandım min illər, büründün dilim, yaş arttı dərdinə, ağladı göyçə gölüm. Başqa adla yaşadı, yat kimi yurdum, elim, Dərbənd şimalda qaldı, uzuya döndü Zəncan, torpaqlarına qurban, vətənim Azərbaycan.
Türkmençayın fərmanı sənə həsrət gətirdi. Buna dəvat tapmamış Qarabağı itirdi. Gülistan gül yerinə tikanlısın bitirdi. Dərdimizdə gülməyi məcbur öyrətdi nadan. Göz yaşlarına qurban, vətənim Azərbaycan. Təbrizdə ana dedik, bizi yetim qoydular. Hak diyen yiğitlerin dersini soydular. Esirler değildin, düşündük ki doydular. Yağıya şirin geldi, içti yoluna hakka. Şehitlerine kurban, vətənim Azerbaycan. Gazilerine kurban, vətənim Azerbaycan. Kararla Zengezur'um vətən oldu dıqaya. Özgenin kölgesinde çevrildiler ağaya. Güllelendi, didildi kocadan ta çağaya. Yaxşı neyim vardısa uğurlandı sonaca. Servetlerine kurban, vətənim Azerbaycan. Ağrı dağım ağrıdan qocaldı xəstə düşdü. Xarı bülbülüm yandı, odda, alovda pişdi. Laçın məvrur qartalı qarğalara dəyişdi. Hələ də güllələnirdi məzarında natavan. Acılarına qurban, vətənim Azərbaycan. Borçalıdan tək qalan xatirə dolu yaddaş. Şirin yalanlar ilə ovulmuşuz biz qardaş. İntiqamım ağırdır, kəsiləcək neçə baş. Döyüş əlində silah, sən bütöv olanacaq. Qalib gününə qurban, vətənim Azərbaycan. Bu günləri qalib Azərbaycanımızın, qalib şəhidlərimizi, valideynləri, atalar, analar, doğmalar, əzizlər bu tədbirdə iştirak edir. Dərin bir ehtiramla, büyük bir hürmətlə ilk öncə mən şəhid atalarından söz verirəm, xahiş edirəm. Kimlər çıxış etmək istəyirsə, üzr istəyirəm, qalsınlar ayağa, yaxınlaşsınlar, operatorumuzla, iri planda ataları işıqlandırsın, tarixli yaddaşına götürsünlər. Şəhid atalarından kimin ürək sözü var, xahiş edirəm, yaxınlaşsınlar. Onlar da